misallarda öncə vurma və bölmə yerinə yetirilir. Hansı birinci gəlirsə o. İndi bölmə var. 36-nı 6-ya bölürsən 6, bu 39-dan da 6-nı çıxırsan 33. El almısan alır. Aha, 33. Deməli 3 dənə burada olmalıdır, 3 dənə də bu tərəfdə. Yəni bir sözlə 3 dənə onluq, 3 dənə təklik. Düz, əla. Toplama əməllərini vurma əməli ilə ifadə edin. Belə yazmısan 3 vurub 3, 3 vur 3. Bərabər cavab da 9. Yazmısan. Burada da yenə birini götürürsən. Neçədə nədir gör? 1, 2, 3, 4, 5. 5 vurub 2. 5'i vurursan 2'ye. Bərabər 10. Belə yazmısan mı? 2 dəfə 5 yazmamısan ki. Hə, 5 birinci olmalıdır. Çünki qrupun sayığı 5. 2 isə qrupun içərisindəki əşya sayı sayılır. Sonra burada da 4 dənə 5 var. 4 qrup 5. 4 vur 5. 20. Belə yazmısan sayı 2 düz. Digərində. 4 qrup 4. 4 vur 4. Bərabər 16. Növbəti. Vurma əməllərinin nəticələrini model üzərində göstərin. Yenə bayaq yuxarıdakı kimi. Burada cavabı tapıb dairələrlə də göstərəcəyik. Bir dəqiqə. Biraz kitabı yaxınlaşdırım. Hə. Demək, burada 6-nı 3-ə vurursan. 18. Burada 1. Burada isə 8 dənə dairə çəkirsən. Elə etmisən. Ən sonunda da 18 yaza bilərsən dairələrin ən yuxarısından. Sonra 4 dəfə 5-in 20. 2 dənə onluq hissəyə yazırsan. Yəni birinci xətt onluğu göstərir. Onluq hissəyə yazırsan. Təklik hissə boş qalır. Bax, bura boş qalır. Ora dairə atmırsan. 2 onluğu var. 7 6-nın 42. Bura 42 yazırıq. 4 dənə onluğu var, 2 dənə təklik. Yəni bura 4. 4 dənə dairə, burada 2 dənə dairə çəkirsən. Burada da 42 yaz ən sonunda. Sonra 3 dəfə 9-un 27. 2 dənə onluğu var, 7 dənə təklik. Deməli burada onluq hissə, burada da onluq təklik deyir yaxı. Birinci hissədən 2 dənə dairə çəkirsən, buradan isə 7 dənə dairə çəkəcəksən. Ən sonunda da 27 yaz. Çıxdı hamısı. Əla. Sonra 4, 8, 12, 16, 20 ritmik sayma hansı ifadənin cavabını tapmaq üçün kömək edə bilər? Neçə? Hansını yazmısan? Deməli 5 dəfə 4. 5 dənə 4. Gəl belə deyək. Elə bil ki 4-ü görə neçə dəfə toplamışıq? 4-ü belə deyək. Bax 4. 5 dəfə 4 deyirsən də, onda 5 dənə 4 yazmalıyam bura. Yəni 5 qrup 4. 4, 4. Yazdıq bir dəqiqə. Və indi cavablara baxaq. Birinci nə deyirik? Ritmik sayma ilə 4 deyirik. Sonra 4-ün üstünə bir dənə də 4 gəlirik, 8 olur. Sonra bir dənə də 4 gəlirik, 12 olur. Bir dənə də 4 gəlirik, 16 olur. Bir dənə də 4 gəlirik, 20 olur. Afərin, düpbədüz. 5 qrup 4. Bəli, B variantı. Sonra bir ədədi 6 dəfə artırıb 42 alıblar. Bu hansı ədəddir? Yer gəlmişkən bir ədədi deyəndə biz bilmirik də o hansı ədəddir. X ədədidir, bilmirik. Ona görə biz bir dənə boş qrup çəkirik həmişə. İçərisinə sual işarəsi qoyuruq. Onu 6 dəfə artırıblar həmin ədədi. 6 dəfə. Dəfə artırmaq vurmaya aiddir. Dənə artırmaq toplamaya aiddir. Dəfə artırmaq vurmaya. Dəfə çox vurma, dəfə az bölmə. Vur 6 bərabər 42. Bu hansı ədəddir? 42-ni tərs əməldən 6-ya bölürük, böl 6. Bax bunu yaz sən də orada. Neçə alınır? 7. C yazmısan? 7 dəfə 6-nın 42 olar. Deməli 7-ni 6 dəfə 6 qat artırıblar və 6 dəfə daha doğrusu artırıblar 42 alınıb.